Gülxanımın çamadanı. Gülxanımın çamadanı. Allah sağa qurban olun. Deyirlər, Beyləqandan gəlib, Türkiyədən yox. Beyləqandan Gülxanıma bu dəfə nə boranı gəldi, Beyləqandan Ramal Sahilə xanımı çağırmışdı, amma çamadan gəldi. Hay Ramal, Beyləqandan göndəriblər. Gülxanım üçün. Valla bu Beyləqandan boranını, onu bunu göndərirsiniz. Onları göndərməkdənsə, gəlin Gülxanıma aparın, mənim canım qurtarsın. Beyləqandan quzu gəlsin, çamada neyir? Quzu gəldi də. Neylə düz ay bacı olur. Gülxanımın tərəfini tutan mən aparım gerək evimə. Quzu ilə bir yerdə ancaq. Mən Beyləqandan çamadan gözləmirdim. Beyləqandan mən Sahiləni gözləyirdim. Sahilə Bakıda oturur. Bu kim Sahilə? Mənim telefonumu harda qoydum mən? Ver mənə. Ver. Xoşqədəm xanım, bugün Gülxanım mənim yanımda danışırdı ki, görəsən uşaqları 7 aylığında bətnimdən çıxarıb küvesə qoymaq olarmı? Xoşqədəm xanımını bizim yanımızda da deyib. Nə danışırsan? Vallahi. Hamı sənin yanında. Nə danışırsan? Bəli, bizim yanımızda da deyib. Mən Düzdür yenə də Günel. deyirəm. Doğruları danış Günel. Canlı ilan görmək istəyirsinizsə, o da Gülxanımdır. Bir dəqiqə. Xoşqədəm xanım, mən orada eşitmişəm, amma elə tam məlumatlı deyiləm. Nə demişdi? Gülxan deyirdi ki, mən bir ki, bəhrimdəki övlada heç nə olmasın. Çünki çox əziyyət çəkir. Biz də insan olaraq... Əziyyət çəkirəm, çıxarım küvesə qoyum. Bəli. Allah sənə qurban Hələ olsun. deyir, öləndə də Mən ölsün. Aynurun anasına inanıram. Çünki inanmıram o mənə yalan danışa. Axşamın xeyir. Doğrudan o gün mənim yanımda da o söz dedi ki, mən istəyirəm 7 aylıq uşağımı götürsünlər, biz onu xəstəxanaya aparanda. Mən də ona dedim ki, 7 aylıq vallahi götürmürlər. Götürsə də şüşənin altına qoysalar o uşaq qalmayacaq. Bu istəyir ki, şüşənin altında, Xoşqədəm az əziyyət çəkir. İndi də elə bilirlər ki, şüşənin altında uşaq saxlamaq Yox, qalmaz. havayıdır da, yəni ucuz başa gələn şey. O da mümkün Bəli, deyil. bəli. İkinci də ki, orada qalma faizi çox azdır. Bu Yəni. uşağın ciyərləri 10 faizə qədər açılmayıbsa, onun nə, yaşama nə, şansı yoxdur. bilirim, Rəşaddan yaxın gəlmir. 24 gün arın küvesdə qalıb. Ağır bir Mənim prosedur, ağır bir övladlarımdan biri və necə bahalı bir Prosedurdur. prosedurdur. Bunu bilənlər bilir, Allah heç kəsə göstərməsin. Heç bir balamız orada qalmasın, çıxsınlar. Elə müəssisə olmalı həm ginekoloq, həm neonatoloq, həm Bəli, uşaq bəli. nevroloqu, hamısı orada Dəhşətdir, olmalı. mən bilmirəm bu Yəni, nə dərəcədə. Bakacağı iş deyil o. Uşağım, Hə, sənədə narahatam çünki. Yəqin uşaqlar Bir xəbər ölməyi. yoxdur, necə? bir xəbər yoxdur. Narahat olma, vəziyyəti yaxşıdır. Çox narahatam, uşağım, çox. Çox narahatsan. Banivurun ürəyi olur, Allah, belə sevgi olur. Nədir? İndi sən Gülxanım üçün ağlayacaqsan. Vay, öyün yıxıldı. Necə? Çox narahatam ondan çünki. Gülxanım üçün ağlama sən Allah. Niyə? O da qadındır. Eman sevməyə ixtiyarı yoxdur ki, sevir də kişi. Eşim yoxdur, eşim baxmır. Anı baldır, anı... Gəl ay Xəqani doktor. Gəl ay Xəqani doktor. Bizi heç də doktor, nə deyirsiniz? Mükəmməldir yəni. Latınca mükəmməl. Bu arada nömrə 1 psixologiya mərkəzi də mükəmməldir. Çox sağ olun. Qeyd eləyim ki, nömrə 1 psixologiya mərkəzində çox böyük aksiyalar var. Dekabr ayının sonuna qədər Xalqlar Dostluğu bölümündə biləsiniz ki, bütün konsultasiyalar ödənişsizdir. 051 563
0147 əlaqə nömrəsi. Bu Xalqlar Dostluğu bölümüdür. Nizami rayon ərazisindən və ora yaxın məni izləyənlər, uşaqlarınız kəkəliyirsə, nitqində, yaddaşında problem varsa, dərslər yadında qalmırsa, tələsin Xalqlar Dostluğu bölümümüzə. Nömrəni bir daha deyirəm, 051 563 0147. Nömrə 1 Psixologiya Mərkəzinin bu aksiyasından yararlanın. O cümlədən Əli müəllim də 28 may bölümündədir. Əli müəllimin də yanında yeni il üçün xüsusi aksiyalar var. Əli Nağıyevin də qəbuluna düşmək istəyənlər, istər uşaqlar, yeniyetmələr, böyüklər, ailə konsultasiyası istəyənlər rahatlıqla gedə bilərlər, zəng elib qəbula yazıla İş bilər. kompleksdə böyüklərlə də məşğul oluruq, eyni zamanda ailənin övladlarından. Çünki övlad valideynsiz problem yaşamır. Deməli, burada bir bəy oturubdur, yazıb mənim Gədəbəydən özdə gəlib. İnanın, eşitdiyim hadisə məni dəhşətə gətiribdir. Deməli, oğlunu evləndirir. Oğlunu evləndirir. Sonra qız Bakıda qalır, bu da oğlu da gəlir burada, yaşayırlar. Günlərin bir günündə oğul Rusiyaya qayıdır. Qız da burada qalır. Düzdürmü? Ondan sonra bu qaynata gəlir, deyir, ay gəlin, gəl gedək Rusiyaya, burada qalma. Deyir, yox, mən qalmıram, mən Rusiyaya istəmirəm. Bu da deyir ki, otur onda burada qal. Gedirlər Rusiyaya, sonra oğlunu bu qaynata ata göndərir ki, get barış. Atası zəng eləyir ki, bunlar barışsın, bu kişi də deyir ki, bəli, gəl barışsın. Barışsınlar, çünki bu da ailənin dağılmasını istəmir. Oğlunu bura göndərir. Oğlunu bura elə Bakıya, Azərbaycana göndərən kimi gözünə döndüklərim aparırlar. Baxmayaraq ki, heç bir nigah yoxdur, məhkəmə vasitəsilə uşağa aliment kəstirirlər. Çox güman ki, atalıqda müəyyən edilir ki, bu məhkəmə bu qərarı verir. Aliment də verir. Doğum şəhadətnaməsində atanın adı, hər şey, atalıq müəyyən olunubdur. Və bu kişi də alimentini verir, deyir, eybi yox. Günlərin bir günündə aliment göndərilir, aliment qəbul olunmur. Yenə də ata maraqlanır ki, bir görək bu aliment niyə olmadı? Nələr, indi siz şoka hazırsınızmı? Bu dəhşətli bir faktdır. Əgər bu baş veribsə, mən dəhşətə gəlirəm. Düzdür, mən biraz lazım olanda bəzən məhkəmələri də tənqid etmək lazımdır. Mən ekspertizanın rəyini yox edib, absurd bir o qərarları görmüşəm mən. Demək lazımdır bəzən, demək. Deməli, məhkəmə nə qərar çıxarır? Məhkəmənin vasitəsilə uşağın atası sağ ola, aliment verə, uşaq adı, soyad, ata adı, hər şey dəyişilib övladlığa verilir. Hazırsınızmı bu şoka? Hazırsınızmı bu dəhşətə? Mən şok yaşayıram. Bu nədir? Mən nələr eşidirəm? Yəni, vallah mən indi dəhşət içərisindəyəm ki, aliment verə, atanın xəbəri olmadan bu uşaq necə övladlığa verilibdir? Nə? Qaynətənin başına nə oynanasın? Nədir? Yenə gəldin Nuranə məsələsinə mi? Bəli. Xahiş edirəm bu məsələyə toxunma. Məsələn, Ramalgilin ailəsində problem var. Bu aralar yaman qaynanların üstünə düşür, mən elə gəlir. Ay Ramal, elə sən bu veriliş başda nə? Mənim ailəmdə problem yoxdur, doktor. Ailəmiz qaydasındadır da. Elə bu gəlinlərdir də. O qızın anasıdır, anası, qızın ana, qaynənədir, deyilən. Yəni indi... Oğlanın qaynənəsidir. İndi bircə dəqiqə Atacan, bir saniyə. Ramal bəy, indi gördünmü bu qadının nə qədər gözəl qadın olduğunu? Yox. Bu qadın, əgər o qadın kim olsaydı, o oğlan bunun qızını anasının ayağının altına atıb, hüquqsuz, qürurunu sındırılmış, nə bilim, necə deyim, çox pis ifadələr işlətmək istəmirəm xanım haqqında. Yəni, əzilməyə icazə verməzdi. Bu əsil qaynana, əsil ana olsaydı, o qadın kim edərdi? Ona görə müdafiə etdiyiniz tərəfləri, incimə qardaşım, incimə. Gəncsən, müdafiə etdiyin, düzdür, ağıl yaşda deyil, başdadır. Amma gəncsən, müdafiə etdiyin tərəfləri doğru seç. Vaxt gələcək,
görəcəksiniz ki, bu xanım nə qədər haqsız imiş. Bağlasın da xanım niyə Əgər bağlanmır efirə? Bağlansın o bir qaynana. ana, bir ata, fərqi yoxdur, gəlin olsun, övlad olsun. Ona irad bildirirsə, ay qızım bunu belə eləmə, belə deyirsə, bu qadın niyə pis olmalıdır? Ramal Mən bəy, başa düşmürəm mənim onu. əzizim, Təhqirə o tənqid iradı kimi bildirə icazə bilər, verir, amma təhqir videonu Gör qoyub onu hansı onu o vəziyyətə şəkildə... gətirib çıxardı bu gəlin ki, bildirə bu qaynana artıq ölüb. 18 Telefon alıb çəkir ki, ay qızım, 18 yaşdan sən sonra bazarlığını mən eləyirəm, 18 yeməyini yaşdan- mən pişirirəm, uşağına mən baxıram. Yəni hər şeyini mən eləyirəm də mənə niyə qarğış tökürsən? Yazıq nə deyib ki? Biz bir şey deyib. Ramal müəllim irad bildirə Ona o bilməz. gəlinə günel kimi, bax o qaynanaya günel kimi lazım idi ki, onu əməlli başda otuzdurardı yerində. Xeyr. Ya da Gülxanım. Gəlinlər bilməlidir ki, Qızların dili olmalı. gəlinlər bilməlidir ki, əgər evlənirlərsə, qaynana, qaynat onların baş tacı olmalıdır. Və nə də, Bir saniyə görək. bəli, bütün, elə Bir bu dəqiqə, anaların aydındır ki, Ramal övladını bəy, irad aydındır, bildirməsin. fikrim bəllidir. Çünki mən öz böyümə nə tə hörmət qoymuşamsa, onun evladına da bugün hörmət qoyum. O mənə əzizdirsə, onun atası arası mənim üçün əziz olur. Amma bəlkə vurmaya sığalla elə bəlkə. Əziz olur. Əzizdir də. Çünki Yo, keşke mənim o anam, atam olmayıb, o Qadının mənim adı nə idi? qaynanam, Gülzadə. qaynanam, atam ona olur. Gülzadənin qarşısına Günel və Gülxanım kimi gəlin Mən çıxmalı haqqı idi. tapdalam elə. Mənə yaxşı Hə, olana bax yaxşıyam. onda görəydim ki, Nuranəni necə belə öpüb bağrına qoyacaqdı. Rasim kişi, Vəfa buradadır. Gəlsin Vəfa. Buyur Vəfa. Gülxanımdan nə xəbər? Gülxanım uşağı gör ha, küvesə qoymaq istəyir. Nə oldu Ramal bəy? Sahilə sizə söz vermişdi. Bunlardır da. Niyə gəlib çıxmadı? Məncə Beyləqandan gələn çamadan açaq. Yox, məncə samadan aşmağa ehtiyac yoxdur. Gülxanımın başına bir şey gəlsə, uşaqlara bir şey olsa Vəfa, kim buyur cavab efirə. verəcək? Ay sağ ol. Kim cavab verəcək? Xoşqanım xanım, bu qız iki dənə uşağın başına bir şey gəlsə, bu Gülxanıma nəsə olsa, kim cavab verəcək? Mən deyim ki, bugünkü gündə o Gülxanıma söyənlər var. Sabahsı günü Gülxanın başına bir şey gəlsə, hamısı ağlayacaqlar. Pərvanədə Bəli, gördük. Gəl bura Vəfa, görmüşük gəl. biz bunu. Biz Pərvanədə görmüşük. Bəli. Pərvanədə Pərvanəni efirdən çıxart deyənlər elə ki, kiminsə, mənim əleyhimə olan kiminsə maşasına çevriləndə Pərvanə sevər oldular. Vurduqları da mən oldum. Ha, düz deyirsən onu. Yadımdan çıxmayıb onlar. Yeri gəlmişkən Pərvanənin bilirsiniz ki, məzarının üstünü biz götürtmüşdük. Gürcüstana getmişdim. İndi Fərhad nədir, Şahin, əgər varsa izləyə bilərik. Keç otur. Sərmək bir ibrət olaraq nümunədir bizim qadınlarımıza, qızlarımıza ki, boşananda da ağıllı olsunlar da. Bu səhv addımları Yox, atmasınlar. sevmək olar da, amma belə Sevmək Vəfa. olar. plansız hamiləlik olmaz. Sən bizim efirə əvvəl də gəlmişsən. Yox, Bircə plan- saniyə, plan- xahiş plan- edirəm. plan- Vəfanın görüntülərini verin. Verməyim, səni hamı tanıyır axı. Budur da. Mikrofon cavanlaşmısan amma. Alimentə görə gəlmişdim. Alimentə görə gəlmişdin, Vermədilər, dedilər uşaq bizdən deyil, üzr istəyirəm böyüklərdən. Nə? Dedilər ikisi də uşaq bizdən deyil. Ona Hə. görə mən gəldim sizdən kömək istədim, Bəli. amma baxmadınız. Baxmadın? Hə. Niyə baxmadın? Bilmirəm Xoşqədəm xanım, onlar uzardan nəsə deyildi, baxmadınız. Gəldik ki və sizin sənədləri göndərdik. Sənəddə problem olduğu üçün DNK olmadı. Ondan deyil. Kişinin də adı Qurbandır. Qurban deyil orada oturan. Hə. Bundan gedir. İndi bu Rasimi neyniyək? Rasimdən elə alimentə görə da. Rasim deyir ki, Hə, deyir ki, DNK istəyirəm. deyir ki, eləsin da. Deyir- Amma mən ondan keçməyəcəm sonra. Aha. Keçməyəcəm Xoşqədəm xanım. DNK Ondan verirsə? Allah, onun oğlundan da, onun oğlu mən böyütmüşəm. Yo, DNK versək, neyniyəcəksin? Keçməyəcəm ondan. Neyniyəsən Nə də? lazımsa eləyəcəm onlara. Nə lazımsa neyniyəcəksən, mənim üçün maraqlıdır. Bilmirəm, həmə məhkəməyə də hara Məhkəməyə verəcəksən. Hə, O mənim haqqımda elə danışır, amma o uşağı mən böyütmüşəm. O uşaq o atasını döyür. 6 il gəlin olmuşam. Elçi gəliblər Xoşqədəm xanım. 6 il gəlin olmuşam. Uşaq xəstə olub, Aydındır. gəlmişik Bakıya əməliyyat olub. Aydındır. Qaynana efirə bağlanmaq istəyir Nuranənin qaynanası. Dəqiq. Yəqin Ramaldan güc alıb o. Alsın Ramaldan gücü, biz də mən ümumiyyətlə bütün analara deyirəm. Bütün məni izləyənlərə deyirəm. Qızlarınızın bu vəziyyətə düşməsinə icazə verməyin. Əzilməsinə icazə verməyin. Əzilən bir qadın
qəhrəman, nə bilim belə əsil şəxsiyyət kimi övlad yetişdirə bilməz. Bizim cəmiyyətimizə şəxsiyyət kimi yetişdirilən övladlar lazımdır. Ona görə analar nə qədər gözəl yaşayarlarsa qızlarımız, necə bizim qızlarımıza sevgi verəriksə, o da o sevgini bizim balalarımıza verəcəkdir. İndi əslində Gülxanımı da mən qınamıram. Gülxanım görməyib sevgi, görməyib. Ramal. Görüb, Uşağı gəlsinlər, baxsınlar. Ramal. Ay, xoşladığım. Məncə Gülxanımı sən götür aparayım yaxşısı. Çamadanı da aparama. Beyləqana, Hə. mən dünəndən demişəm. Bu gün aparacaqdım, niyə aparmadım? Çünki Sahilə xanım mənə dedi ki, sabah mən efirdə olacam, burada bu məsələni yekunlaşdıracaq. Gəlmədiyinə görə mən də Gülxanım hansı xəstəxanadırsa, elə bu çamadanı da götürəcəm, gedəcəm Beyləqana, qoy getsinlər, sahib çıxsınlar. Bugünkü gündə bunlar, bəlkə bunların elə ikili tərəfli planıdır, atıblar sizin üstünüzə, xeyr ola. Siz gedin orada aşk yaşayın, nə bilim neyinin, burada problemi Xoşqədəm xanım çəksin, elə bir şey olur. Xoşqədəm xanım, Gülxanım uşaqlardan qurtulmaq istəyir. Nəsə planı var. Bayramla dünən axşam söhbət olub. Düzdür? Bəli, Xoşqədəm xanım. Nə Bayram söhbət? plov gətirmişdi. Bayram, Bayram, plov. bəli. Ləvənci gətirmişdi, cürbəcür. Komport gətirmişdi. Ay Oturub qardaş, hansı pulla? bayram təşkil eləmişdi. Vallahi bilmirəm, mənim üçün maraqlı deyil necə olub, nətər olub, amma faktı görmüşük. Ondan sonra mən bayrama bir sual verdim ki, kişi kimi. Bax bu sözü də belə dedi. Dedim kişi kimi. Gülxanımla Sən bağlı Gülxanımı xəbər sevirsən var, dedi, hə. bircə saniyə.